Salam dəyərli izləyicilərimiz, yenidən xoş gördüm hər birinizə. Bugün kitab tortun bəzədilməsini çəkib sizlər üçün bölüşürəm. İnşallah ki, faydalı olar. Dəstək üçün kanalıma abunə olub fikirlərinizi qeyd etməyi unutmayın. Şəkər xəmirini nişasta ilə bu cür açıram. Daha sonra eyni ölçüdə kəsirəm ki, hər tərəfi sərgəli eyni ölçüdə olsun. 2 santı yarım, baxın kənarlarını 2 santı yarımdan götürdüm. Tortun kənarlarına bu cür yerləşdirirəm. Kitabın sızıqlarını soruşsanız fırça ilə etmişəm. Videonu diqqətli izləyin. Künc hissələrini bu şəkildə kəssəniz çox səliqəli eyni ölçüdə alınacaq. Ən rahat üsulu, ən səliqəli üsulu bu üsuldur. Daha sonra istər vafli kağız, istər adi şəkildən istifadə edə bilərsiniz. Mən alt hissədən bu cür şəkər xəmiri nazik şəkildə yaymışam və yerləşdirirəm. Yerləşdirdikdən sonra kənar hissələr əlimlə bu cür dartaraq qırışlar yaradıram. Təbii, çox gözəl görüntüsü olur. Qırışları ən asan üsulu mən bu cür edirəm. Mənə çox rahat gəlir. Siz də bu cür edə bilərsiniz. Şəkər xəmirini əlimlə tuturam. Sağ-sol tərəfdən biraz dartdıqda bu cür qırışlar əmələ gəlir və açılmış olur. Videom sizə fayda olsa abunə olub, fikirlərinizi qeyd etməyi unutmayın. İnşallah ki, bəyənərsiniz. Çalışacağım sizlər üçün daha da gözəl videolar çəkim, paylaşım. Videoda diqqət etməmişəm. Kaş sağ tərəfdən kameranı qoyardım. Video hazır olduqdan sonra gördüm. Şəklin alt hissəsindən biraz nəmləndirirəm ki, yaxşı yapışsın. Məndə adi şəkildir, vafli şəkil deyil. Əlimlə bu cür, baxın, uzun sov şəkilə gətirirəm şəkər xəmirini eyni ölçüdə 2 ədəd. Daha sonra bir-birinə vuraraq tortun orta hissəsindən ipli hissəni düzəldirəm. İpli hissəni bu cür bir-birinə dolayaraq hazırlayıram. Hazırladığım bu xəmiri orta hissədən mərkəzdən yerləşdirirəm. Alt hissədən kəsəcəm, biraz gödək kəsirəm, çünki uç hissə saplaqlı hissə düzəldəcəm. Bu cür yerləşdirdim və sonra qayçı vasitəsilə kəsirəm. Artıq qalan hissələri ikisini bir-birinə birləşdirərək bu cür saplı hissə yaradıram və həmin hissəni də yenidən gətirib su vasitəsilə bir-birinə yapışdırıram. Kanalımda hansı videonu görmək istəyirsinizsə, rəy bölməsinə qeyd edin. Həmin tortu hazırlayanda çəkib sizlər üçün bölüşüm inşallah. Şəkər xəmirini bir-birinə yapışdırmaq istəyirsinizsə, sudan istifadə edin. Hər bir halda çox gözəl bir-birinə yapışır. Daha sonra mən kənar hissələr öncədən qəlibdən çıxardıb hazır qoymuşdum. Gördüyünüz kimi fırça vasitəsilə sudan istifadə edərək bu cür yapışdırıram. Bir-birinə yaxşı yapışmış olur və sərgəli görsənir. Ağ şəkli belə, ağ rəng şəkər xəmiri daha mənə xoş gəldi. Çox gözəl görüntüsü var. Mirvariləri yerləşdirirəm. Qəlibdən çıxartmışam hər birini. Eyni qayda ilə fırçanı suya batıraraq bu cür yapışdırıram. Bu dekorların hər biri şəkər xəmiri ilə hazırlanıb və qəlibdən çıxıb, lakin qələmi özüm əlimlə hazırlamışam, əl işimdir. Daha sonra 1-2 yerini bu cür kandurinlə qızıl rəngə boyayıram, təbii görüntüsü olsun. Necədir, bəyəndiniz? Kandurini istər spirtdə, istər duru yağda həll edib bu cür fırça vasitəsilə şəkər xəmirinin üzərinə çəkə bilərsiniz. Spirt və duru yağda hər iki halda çox gözəl görsənir. Fırça ilə hər bir tərəfini bu cür qızılı boyaya boyayıram. İnşallah ki, videom sizlər üçün yararlı olar. Yararlı oldusa rəy bölməsinə fikirlərinizi qeyd edərsiniz. Çalışacağım ki, tort videolarını çəkim sizlərlə bölüşüm. Hələlik növbəti görüşlərə dək.